Azərbaycanda hər il uşaqların təqribən 8-12% erkən doğulur. Açıqlanan rəqəmlərə əsasən, təkcə 2024-cü il ərzində ölkə ərazisində 5871 körpə vaxtından əvvəl dünyaya gəlib. Mütəxəssislər bildirirlər ki, erkən doğuşların artmasına bir sıra faktorlar səbəb olur. Ginekoloq Raul Əzimovun sözlərinə görə, erkən doğuşlara 22 və 37-ci həftə arasında davam edən hamiləliklər aid edilir. Burada isə ana ilə bağlı səbəblər daha çox özünü göstərir. Dünya statistikasında belə ümumi doğuşların 6-8% erkən doğuşlarla nəticələnir. Bunun bir çox əsas səbəbləri və amilləri vardır. Ən çox səbəblərindən bu anaya bağlı səbəblər ola bilər, bir də dölə bağlı səbəblər ola bilər. Mən ümumi olaraq bunu risk faktorlarını deyə bilərəm ki, çoxdöllü hamiləliklərdir, köməkçi reproduktiv texnologiyanın inkişaf etməsinə bağlı ola bilər, stressdir, gərginlikdir, qidalanma tərzi, həyat tərzi, bunlar da çox önəmlidir və uşaqlıq boynunun bəzi faktorlara bağlı olaraq uşaqlıq boynunun vaxtından qabaq qısalması, ciftin vaxtından qabaq ayrılması və amnion kisəsinin, yəni uşağın mayesinin vaxtından qabaq gəlməsi erkən doğuşlarla nəticələnir. Raul Əzimov deyir ki, qidalanma tərzinin düzgün olmaması, fast food yeməklərinin artması, hava çirkliliyi və zərərli vərdişlər də erkən doğuşu sürətləndirən amillərdəndir. Bölgələri özəlliklə qeyd etmək istəyirəm ki, yəni təbii ki, Bakı şəhərində olan hamilələr vaxtlı-vaxtında kontrollara, müayinələrə gəlir, ultrasəs müayinələrdən keçir. Amma bölgələrdə maalesef bu belə deyil və hamiləlik təqibi biraz zəif olduğu üçün, yəni bunu həkim faktoru ilə bağlı deyil, bunu pasientlərə bağlı olan bir şeydir. Yəni düzənli olaraq ayda 1 və ya 2 dəfə müayinələrə gəlmək məcburiyyətində olduqları halda bəzən bunu 3-4 ayda bir və ya vəziyyəti ağırlaşdıqdan sonra artıq erkən doğuşun qarşısına keçə bilmədiyimiz hallarda o zaman həkimə müraciət edirlər. Təbii ki, bu da bəzən bizim müalicəmiz effektsiz